Salam hörmətli Ağdamlılar, əziz Qarabağlılar, hər birinizi Ağdamın Quzanlı qəsəbəsində xoş gördük. Mən bloger Orxan Şirinli. Yenə də sizi Funland Ailəvi İstirahət Mərkəzindən salamlayıram. Doğrudan da çox gözəl bir mərkəzdir. Keçən səfər məhz gecə çəkilişi zamanı da bir başqa füsunkar görsənirdi bu mərkəz. İndi yenə də bu mərkəzdəyəm, amma bu səfər günüz çəkilişi ilə qarşınızdayım. Həqiqətən də artıq bu səfər demək olar ki, Funland İstirahət Mərkəzi açıldı. Bəli, artıq bu andan etibarən hər biriniz ailəvi olaraq bu mərkəzə gələrək öz övladlarınızı gətirərək istirahət edə bilərsiniz. Bilirsiniz ki, önümüz yaydır. Hər axşam məhz övladlarınızı bu mərkəzə gətirərək buradakı attraksiyonlarda əylənməsinə şərait yarada bilərsiniz. Siz isə öz xanımınızla belə gözəl burada masalarda əyləşib istirahət edə bilərsiniz. Hörmətli Ağdamlılar, şükür bugünkü bu ailəvi istirahət məkanımızı başa çata bildik. Bu günləri ailəvi istirahət məkanımızın açılış günüdür. Sizlər də çox sağ olun ki, məni bugünkü gündə tək qoymadınız. Xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Bütün rayonumuz üçün xeyirli uğurlu olsun inşallah. Amin. Amin. Bütün Ağdamlılara xeyirli olsun. Ağdamda yaşayan qadınlar, uşaqlar, analar, hər kəsi bura dəvət edirik. Gəlsinlər, istirahət eləsinlər, xoş dəqiqələr sürsünlər. Allah hamını qorusun, Ağdamlıları qorusun ən başlıca. Vətənimizi qorusun. İnşallah Ağdam torpağında belə şirinlik kəsək. Öz yurdumuza qaydaq. Yurdumuzda Ağdam şəhərində kəsək bu şirinliyi. İnşallah. Kəsək. Xeyirli olsun. Amin. 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 Buraya gələn istər balaca, istər böyük, hər kəs əylənəcək. Çünki bura möhtəşəmdir. Əylənməkdir, niyə özüm əylənməyim? Əla! Superdir, həqiqətən də hər biriniz gəlin, burada maksimum əylənin. Gözəl bir məkandır. Ağdamda birinci olaraq belə bir məkan açılıbdır. Bugün bunun açılışıdır.
Mən də nəvələrimlə gəlmişəm, çox bəyəndim. Hər şey gözəldir, hər şey yüksək səviyyəlidir, təmizliyinə, səliqəsinə söz yoxdur. Nəvələrimi götürüb gəlmişəm, çox gözəl istirahət edirlər, özləri də bəyənirlər. Deyirlər, bura hər gün gələk, hamı ailəsi ilə, nəvələri ilə bura gəlib, belə istirahət eləyə bilərlər. Menyularında da hər şey qaydasındadır. Nə ləzzətlidir, nə desəz var. Uşaqların ən sevdiyi, əylənməli hər bir şey də var. Nə desəz var, kim istəsə ailəsi ilə, uşaqları ilə, məni kimi nəvələri ilə belə gələ bilərlər. Çox sağ olun, çox bəyəndik. Hər bir şəraiti var, təmizliyi, hər şəraiti. Uşaqlar üçün də, böyüklər üçün də. Bura Orxan bəyin obyektidir. Çox həvəsində idi buranı düzəltməyə, öz məhəlləsində. Axır ki, gətirdi, axırını çıxartdı, işə düşübdür, çox şükür. Hamını dəvət edir. Mən də Vüqarın atasıyam. Vüqar mənim böyük oğlumdur. Çox zəhmət keçdi, öz zəhməti ilə həmişə hörmət qazanır. Bütün uşaqdan böyüyə hamının yanında hörməti var. Allah sağlığına qismət eləsin, balalarının sağlığına qismət eləsin. Gün o gün olsun, balaların toyuna da gəl çəkinin. İnşallah. Çox sağ ol, Allah sənin də köməyin olsun ki, işıqlandırırsan. Borcunuzdur. Təşəkkür edirəm. Çox sağ ol, başına dönüm, çox sağ ol. Mərkəzin kafeteriya bölməsində fast food yeməkləri və eyni zamanda şirniyyatlar da sifariş verə çayla məhz burada əyləşib içə bilərsiniz. Eyni zamanda axşamlar isə istəyə görə kabablar da sizlərə təqdim olunacaq.